Gel buraya görüm. Polis zorakılığına məruz qalan şəxs şəhid Nazim Alxanovun oğlu Elmir Alxanovdur. Kadrı geri çevirək. Polislərin döydüyü bu vətəndaşı görən Elmir Alxanov səssiz qala bilmir. O, polisə öz iradını bildirərkən eyni aqibəti yaşayır. Gel buraya görüm. Büyük oğlum deyir ki, ata nəyə gedirdin ora? Uşaqlar hamıma deyir ki, atanı döyüblər. Polis atanı döydü. Elmir Alxanov oktyabrın 19-da yaşadıklarından sonra iki övladına verəcək cavab tapmır. O, miting keçirilən gün yaşadığı Şuşa qəsəbəsindən şəhərə telefonu təmir etmək üçün gəlmişdi. Ancaq döyülərək avtobusa aparılır. Saxlanılan 30-a yaxın şəxslə Qubuda avtobusdan düşürülür. Orada özdə qıraqdan da deyirlər ki, şəhid oldu, onu bıraq, o mitingə gəlməyib, o genə də baxmır, məni boğur. Budur mənə qarşı hörmət. Boğandan sonra hələ yerə yıxıb məni kimsə təpikliyə, bu nə dərəcədə düzgündür? Onda mən bu yaşamayayım da, gedim özüm asımı öldürüm də. Elmir Alxanov dispetçer işləyir. Ancaq başına gələnlərdən sonra işə çıxmayıb. O, yaşadıklarını unuda bilmir. Şəkər xəstəsidir, ayağı da zədə alıb. Mən buramın yarasını sağaltmaq üçün 4 ay vaxt çəkdim. Şəkərlə də alıb. Gözümə yuxu getmir. Mən belə şeyə özümə haqq qazandıramıram ki, sən məni boğasan. Mən öləydim. Mənim uşağıma gəlib baxacaqdı həmin polis. Gülməklə etirazımı bildirirdim. Yəni, onlar məni alçaldırdılar. Mən də onları alçaltmağın bir yolunu tapmalıydım. 23 yaşlı Cavid diceyli ilə məşğuldur. 19 oktyabr şəhərə etirazı görmək üçün getmişdi. Görmək istəyirdim, kütlənin nə qədər olduğunu bilmək istəyirdim. Orada general var idi, Səhlab. O mənim sifətimə yumruq atdı. Sadəcə güldüyümə görə və o birisilər kimi sakit durmadığıma görə. Qollarımı arxadan bağlamışdılar, söykənmişdilər avtobusun oturacağına. Nə ayağımı hərəkət elətdirə bilirdim, nə qolumu, sadəcə sifətimə yumruq döşüyürdülər. Bir-bir döşədikcə serjantlar çəkilirdi, biraz biri vururdu, biraz o birisi vururdu. Onu döyən polislərə gülərək qarşılıq verən Cavid bu səfər lap çox döyüldüyünü deyir. Sonra saxlanılaraq 22-ci polis bölməsinə aparılır. Ailəsinə xəbər verməyə icazə verilmir. Yalnız bir sutka sonra sərbəst buraxılır. Bölmədən çıxanda mənim öz anam məni gördüyü vəziyyətdə ağlayırdı. Yəni insanlar qorxub sabah birisi gün 100 yaşına gəlib çatandan sonra əllərinin ovuzlarının içinə baxacaqlar ki, heç nə yoxdur. Yəni yenə də ölüb gedəcəklər. Bu həyatın bir mənası olmaq üçün ən azından mübarizə olmaq lazımdır. Elmir Alxanovun atası Nazim Alxanov 1992-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində şəhid olub. Şəhidin meyidi də tapılmayıb. Atamın qəbri yox. Bu dövlətdə məni boğur, niyə boğur? 19 oktyabr Milli Şuranın təşkil etdiyi mitingdə 300-ə yaxın saxlanılanların olduğu deyilir. Aralarında döyülənlər, işgəncə görənlər, özünü itirənlər olsa da, Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatlarda bunları inkar edir.